Salam əziz 6-cı siniflər, mən Paşayeva Aytəkin sizlərlə Namazov çalışmalar kitabının izahını bölüşəcəyəm. Deməli, məqsədim bu videonu çəkməkdə sizə faydalı olmaqdır. Ümid edirəm ki, sizə faydalı olacam. Deməli, kanalımıza bəyənib abunə olmağı unutmayın ki, daha çoxlu faydalı olasınız və mənə də dəstək olmuş olasınız. Baxaq birinci suala. Deməli, mövzumuz iki çevrənin qarşılıqlı vəziyyətidir. Səhifə 76, 176 Namazov çalışmalardan və birinci sualdan başlayaq. Deməli, radiusları birinci çalışmanın birincisindən başlayaq. Radiusları 5 və 3 olan çevrələri elə çəkin ki, onların biri digərin daxilində yerləşsin. Məsələn, bu çevrədir, elə deyilmi? Bunun radiusu 5-dir. Bunun radiusu 5-dir. Radiusu 3 olanı da belə çəkirəm. Bunun da radiusu 3-dür. Bir-birinin içində çəkdim. Aha. Bu şəkildə mən çəkə bilərəm. Bunun mərkəzi O1-dir, bunun mərkəzi O2-dir. Yəni, bu formada çəkə bilərəm. İndi isə birinci çalışmanın bu birincisi idi. İkincisində də deyir ki, mərkəzləri üst-üstə düşsün. Belə bir çevrə çəkirəm, radiusu 5 olan, məsələn. Tutaq ki, bunun radiusu 5-dir. Buradan bura 5-dir. Mərkəzləri üst-üstə düşsün. Aha. Bunun da radiusu 3-dür. Bu şəkildə, biraz şəkil yaxşı olmadı, bu şəkildə çəkə bilərəm. Aldıq belə. İndi keçək ikinci çalışmaya. İkinci çalışmada bizdən nə istəyir? Şəkildə iki konsentrik çevrə verilmişdir. Bu çevrələrin radiusları 8,5. Deməli, 8,5 deyirsə, buradan bura 8,5-dir. Konsentrik çevrə nəyə deyilir? Mərkəzləri eyni olan, bir-birinin daxilində yerləşən çevrələrə konsentrik çevrə deyilir. Deməli, buradan bura 8,5-dir və bu çevrələrin radiusları 8. Bura 8,5-dir. Buradan bura, bunun da radiusu 5,5-dir və bizdən deyir, rənglənmiş halqanın qalınlığını tapın. Baxın, bu halqanın qalınlığını istəyir. Bu halqanı mən qara rənglə göstərim, yəni bu qara qalınlığı istəyir. Nə edəcəm ikinci çalışmada? 8,5-dən deməli 5,5-i çıxacağam. Nə oldu? 2. Deməli, halqanın qalınlığı olmuş oldu 2. 2 santimetr oldu. Davam edək ikinci çalışmasından, ikinci sualın ikincisindən davam edək. Şəkili üzərindəkiləri silək. Bu çevrələrin diametrləri, bu birincisi idi. Diametrləri 18 və 14-dür. Deməli, D1 18, D2 14-dür. O zaman 2R1 bərabərdir 18, R1 də 9 oldu. Bunun radiusu 2R2 bərabərdir 14 və radiusu R2 oldu 7. Birinin radiusu tapdıq ki 9, birininki də 7-dir. Deməli, buradan bura bunun radiusu 9-dur. Buradan bura bunun radiusu isə 7-dir. Halqanın qalınlığı, halqa baxın, bu bənövşəyə rəngli olan, biraz böyük çəkdim, eyb yox. Başqa rənglə göstərərəm. Baxın, bunun qalınlığını bizdən istəyir. Neçə oldu bura? 9-dan 7-yi çıxaram 2. 9 çıxılsın 7 bərabərdir 2. Cavab oldu 2. Davam edirik. Üçüncü çalışma ilə. Şəkildə iki konsentrik çevrə verilmişdir. Xaricdə yerləşən çevrənin radiusu 4 cm. Xaricdə yerləşən çevrə böyük çevrədir. Yəni, xaricdə yerləşən çevrə dedikdə böyük çevrəni nəzərdə tutur. Bunun radiusu 4-dür. Halqanın qalınlığı, halqa. Baxın, halqa deyirsə, halqanın qalınlığını, bu halqa sarı rənglə qeyd eləyirəm. Bu halqanın qalınlığı, baxın, bu halqa budur, bu sarı rəngli olan. Qalınlığı isə 3-dür. Baxın, yazdım 3. Onda xaricdə yerləşən çevrənin diametrini tapın. Çevrə, bir dəqiqə, daxildə yerləşən çevrənin radiusunu tapın deyir. Deməli, xaricdə yerləşən çevrənin radiusu R bərabərdir 4. R 4-dür. Halqanın qalınlığı, halqa 3-dür. İndi bizdən daxildəki çevrənin radiusunu istəyir. Balaca çevrənin radiusunu balaca R ilə işarə edirəm. 4-dən də 3-ü çıxıram. Yəni, baxın, buranı istəyir. Buradan bura 4 idi başdan başa. Böyük çevrənin radiusu 4 olduğunu biz bilirik. Baxın, bu 4-dür.
Bu sarı, balaca sarı elədiyimiz, işarələdiyimiz yer 3-dür. 4-dən 3-ü çıxıram. Bərabərdir 1. Deməli, balaca çevrənin radiusu oldu 1. Bu şəkildə aldıq. İkinci bəndinə baxaq. Bu 3-ün birincisi idi. İndi ikincisinə baxaq dostlar. Dostlar, kanalımıza abunə olmağı unutmayın ki, daha çox faydalanasınız və mənim də, yəni mənə də sizin faydanız lazımdır ki, kanalıma dəstək olmağınız lazımdır. Öncədən təşəkkür edirəm. Baxaq birinci davamına sualımızın. Deməli, daxildə yerləşən çevrənin diametri 12-dir. Deməli, bunu yenə silirəm. Daxildə yerləşən çevrənin diametri. Daxildə yerləşən çevrə dedikdə, uşaqlar, balaca çevrədir. Diametri 12-dirsə, radius neçə olar? 6. Yəni 2R bərabərdir 12-dirsə, R bərabərdir 6 olur. Deməli, bura yazıram 6, burada yazıram 6. Deməli, rənglənmiş halqanın eni. Rənglənmiş halqa deyəndə, uşaqlar, baxın, bu qaraladığım hissə, yəni bu hissə, bu halqadır da, bildiyimiz kimi. Bunun eni neçədir? 3-dür. Xaricdə yerləşən çevrənin diametrini tap. Yəni, bu D1-dirsə, bu D2-ni bizdən istəyir. Onda böyük çevrənin radiusu 6 plus 3 olar, oldu 9. Onda D2 nəyə bərabər olar? 2-ni 9-a vuraram, 18. Baxın, bu şəkildə olmuş oldu. Yəni, buradan bura 9 olar, buradan burada eyni qayda ilə 9, 9 üstəgəl 9, yaxud da 9 vur 2, 18 olmuş olar. Bu şəkildə almış olduq. Dördüncü çalışma ilə davam eləyək, uşaqlar. Murad, sağ ol, çox belə kömək olursan mənim dərsimə, səsinlə, küyünlə. Deməli, uşaqlar, baxaq, deməli, mərkəzləri A və B nöqtələrində olan, tutaq ki, mən bilmirəm, bu A nöqtəsidir, bu da B nöqtəsidir və A-B-nin uzunluğu 40-dır və nöqtələrində olan 32 və 14 olan 2 radiuslu çevrə verir, radiusları 32-dir. R1 bərabərdir 32, R2, R1, R2, 14. R2-ni qəşəng yazaq. Bu da R1. Çevrə verilmişdir. Deməli, bunların qarşılıqlı vəziyyətini tapın. Məsələn, mən 32 ilə 14-ü toplasam nə alaram? 46 alaram. Elə deyilmi? A-B-nin uzunluğu da 40-dır. Başa düşdünüz necə? Onda bu çevrələrin qarşılıqlı vəziyyəti, mərkəzləri A nöqtəsi, tutaq ki, bu A-dır. Bu da B-dir. Demək, dostlar, burada belə bir şey eləyirik. Bu çevrəni çəkirik. Elə deyilmi? Biraz yaxşı çəkək. Burasını belə, burasını da belə. Aha. Bu çevrənin mərkəzi buradır. Bu çevrənin mərkəzi də budur. Bunun radiusu 32-dir. Buradan bura 32-dir. Deməli, bunu da başqa rənglə göstərək. Buradan burada belə uzadaq. 14-dür. Bunu biraz balaca çəkməliydik. Eybi yox olsun. Bu çevrələrin qarşılıqlı vəziyyəti bu şəkildə olur. Aydın oldu mu? Deməli, bu çevrələrin qarşılıqlı vəziyyətini soruşduqda deyirik ki, 2 nöqtədə kəsişir. Başa düşdünüzmü? Yəni bu şəkildə. Baxın, bir bu nöqtədə kəsişdir, bir də bu nöqtədə. İndi gəlin digər çevrəyə baxaq. Yəni 6-cı çalışmaya baxaq. Deyir, diametrləri D bərabərdir 36, D1, D2 də bərabərdir 52-yə.
İndi bunların mərkəzləri arasındakı, yəni O1, O2 arasındakı məsafə, O1, O2 mərkəzlər arasındakı məsafə 48-dir. Bu çevrələrin qarşılıqlı vəziyyətini müəyyən edin. Birincinin diametri 36-dırsa, R1 bərabərdir 18. Digərinin diametri D2, R2 26. Bu şəkildə olarsa, indi gəlin baxaq. Mərkəzlər arasındakı məsafə 48-dirsə, bu çevrə belə olacaq. Bu birisi də bu şəkildə olacaq. Məsələn, bunun mərkəzi buradan bura 18-dir. Bu O1-dir. Bunun mərkəzi də O2-dir. Buradan da bura 26-dır. Mən 26 ilə 18-i toplayaram. 14, 3, 4, 44 olar. Amma bizə deyir 48-dir. Deməli, ortada 4 sm boşluq var. Deməli, bunlar toxunmurlar. Aydın oldu, bunlar toxunmayan çevrələrdirlər. Yəni, bu çevrələrin heç bir ortaq məsafəsi, nöqtəsi yoxdur, toxunmurlar. Ortaq məsafə olmadığına görə toxunmurlar və aralarındakı məsafə, sadəcə çevrələr arasındakı məsafə 4 olur. Bu şəkildə, yəni, hardan çıxır? 48-dən də 44-ü çıxıram, 4. Aha, çalışma 7-yə baxaq. Deyir ki, radiusları 4 və 2 olan iki çevrəni elə çəkin ki, onlar daxildən toxunsunlar. Məsələn, 7-ci çalışmanın birincisi radiusları, bunun radiusu 4-dürsə, məsəl üçün, bunun radiusu 4-dür, buradan bura 4-dür. Radiusu 2 olan çevrəni ilə çək ki, gəlin bunu silək, ümumiyyətlə qəşəng çəkək. Bu çevrənin radiusu 4-dür, elə deyilmi? Buradan bura 4-dür. Mən indi elə çevrə çəkməliyəm ki, radiusu 2 olsun və daxildən toxunsunlar. Bir dəqiqə. Belə bir çevrə çəkdim bu şəkildə. Buradan bura 4-dür, buradan burada belə deyək. Burada bunun mərkəzidir, buradan da bura 2-dir. Bu şəkildə almış olduq. Deməli, onlar xaricdən toxunsunlar. Radiusu 4 və deyir, hər iki halda çevrənin mərkəzləri arasındakı məsafəni tapın. Bura O1-dir, burada O2-dir. Mərkəzlər arasındakı məsafə buradan bura 2, buradan bura 2. O zaman olur 2 plus 2. Burada mərkəzlər arasındakı məsafə 4 olmuş oldu. İndi gəlin bunun ikincisini hesablayaq. Onlar xaricdən toxunsunlar. 2 dənə çevrədir, xaricdən toxunsunlar. Bunun radiusu 4-dür. Fikir verin. Bunun da radiusu 2-dir. Buradan bura 4-dür. Bunun da radiusu 2-dir. Xaricdən toxunurlar. Bura O1-dir, burada O2-dir. 4 plus 2 bərabərdir 6-ya. Yəni O1, O2. Burada da cavab oldu 6. Bu şəkildə almış olduq. Dostlar, bugünkü izahımız bu qədər. Növbəti izahlarımızda davamı gələcək. Kanalımıza bəyənib abunə olmağı unutmayın ki, daha çox izahlar gəlsin. Sağ olun.